Çayı yaklaşık bir 15 yıldır tamamen şekersiz içiyorum. Tatlıyı mümkün olduğunca az kullanmaya çalışıyorum. Çünkü sebebi ne? Annem şeker hastasıydı, babam şeker hastasıydı. Bende çok büyük bir potansiyel var şeker hastası olmamla ilgili. O yüzden artık ben de 40'ı geçtikten sonra şekeri bırakmam gerektiğini düşündüm. Murat Soner idi, məşhur bloger, o da öz fikirlərini bildirdi və dərhal Leyla xanıma baxdım, çünki dedi anam da, atam da şəkər xəstəsi olduğu üçün mən də potensial şəkər xəstəsinə çevrilə bilərəm. Yəni bu doğrudan mı bu cür olur? Murat Soner, Türkiyəli bloger, o doğru bir analiz etmişdi. İnsan özünü tanıyır, ne güzel. Bilir ki genetikasında şekerden xəstələr var. Özellikle dedi ana ve ana xəttini daşıyır oğlan uşaqlara özellikle genetika olarak. Ve 40 yaş üstü biz xroniki xəstəlikləri çok sürətli şekilde artık epigenetikamızda göstərə bilirik. Eğer genetikada vardırsa. Ne güzel ki o azaldı. Ama diğer respondentlərimizə onun misalında istərdim ki, məsələn, baxaq uşaqlarımız bizim gələcək nəsildir və gələcək nəsil nə qədər sağlam olarsa, mən bu sözü 2 gün öncə Böyük Bakıda keçirilən Bilik Olimpiada forumunda söylədim. 600-dən çox məktəbli qatılmışdı və mən biraz da sorğu eləyirdim onlarla, deyək ki, müalicə zamanı. Mən gördüm ki, çox ağıllı, zəki, ağıllı yerində olan və baxırsan ki, obezite dərəcəsində az olan uşaqlardır, mənzərdən gözəl. Və sual-cavabda çox yaxşı iştirak edirdilər. Bunlar bəli, doktor bilirik deyirdilər ki, şəkər, baxın, birinci növbədə uzaq duracağınız energetik içkilər çox böyük şəkər yükü verir çünki. Bunun yerinə sadəcə su qoyun, nə gözəl. Qazlı, şirin içkilər, satılan böyle rənglər isə gəl deyir. Bunlar, paketləşmiş qidalar, çox, siz düz deyirsiniz, qablaşması o qədər gözəldir ki, insan düşünür ki, bəlkə içindəki, amma içindəki o qədər gözəl tərkib deyil. Çalışın, mən o forumda da dedim, evdə analarınızı, valideynlərinizin sizə təqdim etdiyi yeməklər yiyin. Ən çox inandığımız budur da, deyil mi?